Hər il bayram hazırlıqları zamanı satılan pirotexniki vasitələr ciddi təhlükə mənbəyi hesab olunur. Qanunla qadağan olunmasına baxmayaraq, belə məhsullar hələ də sərbəst şəkildə alıcılara təqdim edilir və xüsusilə uşaqlar tərəfindən əyləncə adı ilə alınıb istifadə olunur. Pirotexniki vasitələrin istifadəsi isə tez-tez ciddi xəsarətlərə, yanğınlara və hətta faciələrlə nəticələnən hadisələrə səbəb olur. Belə hadisin qarşısını almaq üçün Daxili İşlər Nazirliyi hansı nəzarət mexanizmlərindən istifadə edir? Məsələ ilə bağlı Cəbhə Infoza açıqlama verən Daxili İşlərin Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elbruz İbrahimov bildirdi ki, Məysət səs-kuyuna qarşı aparılan mübarizə tədbirlərinə nəzarət çərçivəsində pirotexniki, eləcə də yüksək səs yayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların satışını qanunsuz təşkil etmək qadağandır. Pirotexniki məmulatlar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısına daxil edilib və onun dövriyyəsinə müvafiq dövlət qurumu tərəfindən verilən xüsusi icazə əsasında yol verilir. Pirotexniki məmulatların satışı aşkar olunarkən həmin vasitələr satışdan çıxarılır, satışı ilə məşğul şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta tərkibi haqqında protokol tərtib olunaraq baxılması üçün səlahiyyətli orqana, məhkəmələrə göndərilir. Təhlükəsizlik standartlarına cavab verməyən belə vasitələr insan sağlamlığına mənfi təsir göstərməklə yanaşı, tez alışan maddə olduqlarına görə ətrafa da ciddi ziyan vura bilərlər.